Deməli, əziz dostlar, molekulda atomları bir-birinə bağlayan qüvvəyə kimyəvi rabitə deyilir və molekulda atomlar bir-biri ilə təbii ki, elektromənfiliklər fərqinə əsasən bağlanır. Molekulda atomlar bir-biri ilə elektromənfiliklər fərqinə əsasən bağlanır. Hər bir element atomu, belə deyək, öz elektron təbəqəsini doldurmaq istəyir. Biz kimyəvi rabitənin aşağıdakı tipləri ilə tanış oluruq. Deməli, əgər burada biz yazsaq kimyəvi rabitə, kovalent, iyon, metal və hidrogen rabitələrindən danışacağıq. Biz kovalent rabitə dedikdə nə başa düşürük? Kovalent rabitə ümumi əlaqələndirici elektron cütləri hesabına yaranır və biz kovalent rabitənin iki növünə ayırt edirik: polyar və qeyri-polyar. Təbii ki, qeyri-polyar kovalent rabitə odur ki, elektron-mənfiliyi eyni olan element atomları arasında yaranan rabitədir. Mən əsas fikrimizi hibridləşmə üzərində quracam bugün, ona görə qısa olaraq bunları sizə xatırlatım edirəm. Məsələn, H2, O2, N2, xlor 2 və s. Bunlar qeyri-polyar kovalent rabitədir. Polyarlıq olmaq üçün elementlər fərqli olmalıdır. Yəni, elektron-mənfiliklər bir-birindən fərqlənməlidir. Ona görə biz qeyri-polyar kovalent rabitə dedikdə eyni element atomunun müxtəlif saylarda belə birləşməsini məhz nəzərdə tuturuq. Və gəlin bir neçə birləşmənin qeyri-polyar kovalent rabitəsinin yaranmasını izah edək. Dövrü qanunundan biz bilirik ki, xlorun tutaq ki, sıra nömrəsi neçədir? 17. Və bunun qısa elektron formulu 3s-də 2, 3p-də 5-dir. 3s-də 2, 3p-də 5-dir. Xlorun xaricində 7 elektronu var. 1, 2, 3, 4, 5, 6 və 7. Digər xlorunda 7 elektronu var. 5, 6, 7. Buna oktet qaydası deyirlər. Hər bir xlora neçə elektron lazımdır? 1 elektron lazımdır. Ona görə bu elektronu doldurmaq üçün bu xlor atomuna da biri lazım idi. Etsin təbəqəsin 8, yəni 3p5 yox, 3p6 olsun. Buna da biri lazım idi. Oldu nəticədə nə? Hər ikisinin 8 elektronu və nəticədə xlor, yəni xlor 2 molekulu yarandı. Buna mən deyirəm qeyri-polyar kovalent rabitə və yaxud digər bir element yazıram. Oksigen. 8 oksigen, qısa elektron formulu 2s-də 2, 2p-də 4-dür. Oksigenin xaricində 6 elektron var. 1, 2, 3, 4, 5, 6. Digər oksigeni də çəkirəm. Bu oksigenə də 2 elektron lazım idi, təbəqəsini tamamlasın, digərinə də. Ona görə oksigenlər arasında belə bir rabitə yarandı. Yəni, O molekulu. Bir sözlə, O2 molekulu. Buna da deyirəm yenə mən qeyri-polyar kovalent rabitə. Bəs, əziz dostlar, polyar kovalent rabitə dedikdə nə başa düşürük? Artıq elektron-mənfiliyi bir-birindən az fərqli olan element atomlarından söhbət gedir. Elektron-mənfiliyi bir-birindən az fərqli olan element atomları. Məsələn, biz bayaq dedik ki, xlorun deyək, xaricində 7 elektronu var. 1, 2, 3, 4, 5, 6, 7. Digər xlorunda
7 elektronu var idi. Bunlar bir elektronla birleşme yaradırdılar. İndi isə mən burada xlor atomu götürmürəm. Digər bir element yazıram. Məsələn, hidrogen. Hidrogenin bircə dənə elektronu var. Artıq bunlar fərqli element olduqları üçün mən bu rabitəyə deyirəm polyar kovalent rabitə. Yaranacaq burada H xlor molekulu və bu polyar kovalent rabitədir. Yəni bu iki elektron hər ikisi üçün ortaq istifadə olunur. H xlor. Xlor elektron alır. Hidrogenin elektron sıxlığın özünə tərəf çəkir. Delta mənfi yüklənir. Hidrogen isə delta müsbət yüklənir. Biz indi bu rabitədə elektronları nöqtələrlə göstəririk. Təbii ki, elektron nöqtə şəklində deyil. Bildiyiniz kimi S elektronlar kürə şəklindədir. P elektronlar isə qantelə bənzər formadır. Mən indi deyirəm, bu kovalent rabitədir bunlar təbii ki hamısı. Deyirəm sigma rabitə. Sigma rabitə. Bu sigma rabitə nədir əziz dostlar? Sigma rabitə, məsələn, hidrogen atomları arasında yarandı H2 molekulu. Hər iki hidrogende S elektrondur. S elektronlar bir-birini örtdü. Mən buna deyəcəm nə? Sigma S rabitəsi. Yox, əgər H xlor yazıramsa, hidrogende S elektronlar, xlorda isə P elektron buludlarıdır. Ona görə buna deyəcəm sigma SP rabitəsi. Tək xloru yazıramsa əgər, xlorda xlor 2. 3s2, 3p5'dir. Xlorda P elektron buludları olduğu üçün xlora PP kimi göstərir. Yəni, bunlar hər biri sigma rabitədir. Bəs pi rabitə nə idi? Pi rabitə o idi ki, P elektron bulutları bir-birin yandan örtür. P elektron bulutları bir-birin yandan örtürsə, mən buna deyirəm pi rabitə. P elektron bulutları bir-birin yandan örtür. Əgər rabitə təkqatdırsa sigmadır, onun üzərində ikinci rabitə varsa bu sigma uşaqlar, bu pidir. Və yaxud azot molekulun yazıram N. Bu sigma rabitədir. Bunlar ikisi isə nədir? Pi rabitədir. Əziz dostlar, bir də var hibridləşmə. Mən əslində bugünkü mövzumuz bizim hibridləşmədir. Mən mahiyyət olaraq dərsi hibridləşməyə gətirmək istəyirəm. Deməli, hibridləşmə dedikdə biz nə başa düşürük? Belə bir cümləmiz var. Eyni enerjili, eyni formalı orbitallardan yenisinin yaranmasına hibridləşmə, əmələ gələn orbitallar isə hibrid orbitallar deyilir. Mən bunu qısa olaraq sizə necə deyim? Hibridləşmənin 3 forması var. Hibridləşmənin 3 forması var. Birinci deyirəm SP hibridləşmə. SP. Berilyum elementinin sıra nömrəsi 4'dür. Berilyum elementinin sıra nömrəsi 4'dür. 1s'də 2, 2s'də 2, 2p'də 0. Bunun təbii ki, qısa elektron formulu olacaq 2s2, 2p0. Mən bunun orbitlərini çəksəm, 2s2, 2p0, bir dənə də hibrid üçün çəkəcəm. P'də biz bilirik ki, 3 orbital var. P orbitində 3 orbital olduğunu bilirsiniz. 1, 2, 3.
İndi birindən çəkirəm. Təbii ki, 4 orbitallı orbit yoxdur. Bir məqam var ki, bu hibrid orbitallardır. Yəni bu 2s'dən biri 2p'yə keçəcək əziz dostlar. 2s'dən biri 2p'yə belə deyil, 2s2 2p0. Bu 2s'dən bu qoşa olan 2 elektronun biri keçdi bura. Oldu 2s'də 2, 2p'də 1. Yəni hibridləşdi, həyəcanlandı. 2s2 2p1. Nəticədə yarandı 2 dənə sp hibrid orbital. sp. Yəni qısa olaraq deyirəm, bir dənə s iştirak etdi, bir dənə p iştirak etdi. Yarandı bizdə 2 dənə sp hibrid orbital. Və sp hibrid orbitalların sayı neçədir? 1, 2. sp hibrid orbitalların sayı 2 olduğu üçün birləşmələrdə 2n ilə hesablanır. Adətən üzvü maddələr arasında olduğu üçün n kimi biz karbon atomlarının sayını göstəririk. Düsturu yazmaq üçün də ən əlverişli qayda 2 dənə 1s 1p neçə elədir? 2. Deməli sp hibrid orbitalların sayı 2n düsturu ilə hesablanır. Sual yoxdur ki. sp hibirləşməyə malik olan maddələr əziz dostlar xətti quruluşdadır. Məsələn, berilyum, xlor 2. Mən belə çəksəm bunu berilyum, xlor. Açıq bucaqda. Açıq bucaqda riyaziyyatdan bilirik ki, neçə dərəcədir? 180 dərəcə. İndi əziz dostlar, keçid alaq sp2 birləşmə. sp2 hibridləşmə. Borun sıra nömrəsi 5'dir. Qısa elektron formulu 2s'də 2, 2p'də 1'dir. Bu cürünə də yadda saxlayırıq. Təbii ki, 2s'dən biri 2p'yə keçəcək. Mən yenə də orbitlərimizi çəkirəm. 2s, 2p, 3 dənə təbii ki, orbital və hibrid orbitalımızı da çəkək. Şimdi əziz dostlar, deyirəm ki, mən 2s'də 2. Bu 2s 2-dən 2s 2'dir, 2p'də 1 var idi. 2s 2'dir, bu ikincini çəkməmişdim. Bunun biri keçdi p'yə. Bir s iştirak etdi. 2 dənə p iştirak etdi. Əmələ gəldi 3 dənə sp2 hibrid orbital. 3 dənə sp2 hibrid orbital. sp2 hibrid orbitalların sayı da 3n düsturu ilə hesablanacaq. Və bunlar arasındakı bucaq, məsələn, mən bor, xlor 3 yazsam, aydın olur uşaqlar. 120. Elnur aydın olur mu? Üç tane sp2 hibrid orbital 3n düsturu ilə də hesablandı. Və nəhayətində yekunda bir daha qısa qaydasını deyəcəm bunun. sp3 hibridləşməyə baxsaq əgər 6-cı element olan karbonu yazıram. 2s'də 2'dir, 2p'də 2'dir. Yenə də mən bunun orbitlərini çəkəcəm. 2s orbiti. Bir dənə də hibrid orbital çəkəcəm.
Əziz dostlar, deməli burada bizə deyir ki, 2S-də 2-dir, 2P-də 2. S-in ikisini çəkmədim, 2P2 var. Bu S-dən, bu qoşadan biri keçdi bura. Bir S iştirak etdi, 3 dənə P. Əmələ gəldi 4 dənə SP3 hibrid orbital. SP3, SP3, SP3. Təbii ki, bu da 4N düsturu ilə hesablanacaq. Növbəti dərslərimizdə daha dərindən bunlara toxunacaq. İstəyərdim ki, bir çalışmanın üzərində bu rabitəyə bir aydınlıq gətirək. Mənə belə bir birləşmə verib. CH3 CH CH CH. Üzü maddədir, bunu keçməyə bilərsiniz. Fərqi yoxdur. Əziz dostlar, məndən burada suallar soruşur. Məsələn, mənə deyir ki, bu birləşmədə SP3 hibrid orbitalların sayını tapın. Mən bunu tapmaq üçün belə bir qayda var ki, əgər rabitə tək qatdırsa, hibridləşmə SP3'dür. Deməli, SP3 hibrid orbitallarının sayı, SP3 hibrid orbitallarının sayı neçə olacaq? 4 dənə. Düsturu da yadda saxlamaya bilərik. S, 1S üstəgəl 3P. Birinin üstü 3 gələndə 4 eləmir. Deməli, 4 dənə SP3 hibrid orbitalım var. Keçdim ikinciyə. Məndən soruşur kimdir? SP2 hibrid orbitallarının sayını tapın. 2 qat rabitəli olan karbon atomları SP2 vəziyyətindədir. SP2 vəziyyətindədir. Deməli, SP2 hibrid orbitalların sayı hansı düsturla idi? 3N-lə deyildi mi? 3N. 1S, 2P. 3N elədi mi? 6 dənə SP2 hibrid orbitalım var. Üçüncü mənə deyir ki, SP hibrid orbitallarının sayını tapın. Rabitə əgər 3 qatdırsa hibridləşmə SP'dir. Bu da 2N düsturu ilə hesablanacaq. 1S, 1P. 2 vur 2. 4 dənə də SP hibrid orbital var. Deməli, 4 SP3, 6 SP2, 4 dənə SP hibrid orbital var. İndi mən deyirəm ki, birləşmədə olan qeyri-hibrid orbitallarının sayını tapaq. Birləşmədə olan qeyri-hibrid orbitallarının sayını tapaq. Qeyri-hibrid orbitalları dedikdə nə nəzərdə tuturuq? Hidrogen atomlarının sayı, hidrogenin sıra nömrəsi 1'dir. 1S-də 1'dir. Bircə dənə bunun S orbitalı var. Sizə sual verirəm, bu nə hibridləşə bilər? Heç bir şey, mümkün deyil. Deməli, hidrogendir. Qeyri-hibrid orbitallarının sayı bərabərdir hidrogen atomlarının sayı. Üstəgəl, pi rabitəni yaradan P elektron buludları bir-birini yandan örtdüyü üçün bir də olar. Deməli, mən belə bir qayda kimi deyirəm ki, qeyri-hibrid orbitalların sayı bərabərdir. Hidrogenlərin sayı üstəgəl pi rabitə vur 2. Çünki bir pi rabitəni 2 dənə P elektron buludu. 3, 4, 5, 6 hidrogen var. 1, 2, 3 dənə də pi rabitə var. 6 üstəgəl 3 vur 2. Bu da 6. Deməli 12 dənə mənim burada qeyri-hibrid orbitalım var. Və yaxud mənə belə bir sual verə bilər. Mənə belə bir sual verə bilər. Sigma rabitələrdən neçəsi
sp3 hibrid orbitallarının s orbitalını örtməsi ilə yaranıb. Sigma rabitələrdən neçəsi sp3 hibrid orbitallarının s orbitalını örtməsi ilə yaranıb? sp3 vəziyyətində olan karbon atomunun yanındakı hidrogenlər nəzərdə tutulur. Deməli, 3 dənə sigma rabitəmiz sp3 hibrid orbitalının s orbitalını örtməsi ilə yaranıb. İkinci bir məqam. Deyirəm, sigma rabitələrdən neçəsi sp2 hibrid orbitalının s orbitalını örtməsi ilə yaranıb? sp2 karbon, yanındakı bu hidrogen. Deməli, sp2 s vəziyyətində mənim 2 dənə sigma rabitəm var. sp-s'də 1 dənə olacaq. sp-s rabitəmizdə 1 dənə olacaq. Və yaxud belə bir məqam var. Deyirəm ki, birləşmədə sigma rabitə necə yaranır? Pi rabitə necə yaranır? Məsələn, 2 qat rabitəli karbonlardır, hibridlər sp2'dir. Bəzən görürsünüz, abituriyentlər burada yanlışlıq edir. Yazır sp2'nin bir-birini örtməsi ilə. Əsla olmaz. Pi rabitə hibridləşməmiş p elektron buludlarının bir-birini yandan örtməsi ilə yaranır.